izləyicilərim, sizin hər birinizi salamlayıram. 2026-cı ildə Ermənistan parlamentində seçkilər başlayır. Paşinyan rəqibi 3 dənə şəxsdir. Cavan oğlandır biri, ağlı iki oğlandır. Paşinyan özüdür və bir də digər bir şəxsdir. Amma burada Paşinyanla seçilir. Statistikaya görə Paşinyan uzuza bilər. Amma burada əsasən yəni də Paşinyanı seçmək istəyirlər. Mənim hissimə görə burada o cavan oğlan reytingi üstün olacaqdır. Amma bir şey də var ki, bu seçki ərəfələrində böyük qarşıdurmalar, hətta bir deputat məclisdə ürəyindən gedib və yıxılmaq, xəsarət almaq və eyniliklə 2 dəfə dövlət məmuruna sui-qəsd. Ümumiyyətlə 26-cı ildə Ermənistanda kütləvi qarşıdurmalar başlayacaq. Kilsənin ətrafında yüksək səviyyəli qırğınlar və mitinglər başlayacaq. Ona görə bir də burada əsas da rol oynayan bir dənə qadın da gözümə görünür. Qadın da elə bir kilsənin ətrafında toplaşaraq hal-hazırda Paşinyana qarşı yüksək təzyiqlər davranacaqdır. Və partlayışlar, 2 yerdə böyük partlayış olur. Bina partlayışları gəlir. Ümumiyyətlə 26-cı ilin ortalarından Ermənistanın daxili və xaricində bəzi xoşagəlməz hadisələr gözlənilir.